Şirvan Salyan İqtisadi rayonu üzrə müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr və atılacaq addımlar müzakirə olunub. Bildiyimiz kimi bugün Biləsuvar şəhərində Şirvan Salyan İqtisadi rayonu üzrə dövlət proqramının tanıdılması istiqamətində həm yerli qurumların, həm də sahibkarların, fermerlərin iştirakı ilə bir tədbir təşkil etmişdik. Bu tədbirdə əsas məqsədlərdən biri ölkə başçısı tərəfindən imzalanmış kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair dövlət proqramının tanıdılması, fermerlərə bu proqram çərçivəsində əsas hədəflərimizin qeyd olunması və bu hədəflərə çatmaq üçün tələb olunan və həyata keçiriləcək güzəşt tədbirlərinin haqqında ətraflı məlumat verməkdən ibarətdir. Hədəfimiz 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalında yüksək məhsuldarlığa nail olmaq, eyni zamanda dayanıqlı və rəqabət qabiliyyətli kənd təsərrüfatını yaratmaqdan ibarətdir. Həmçinin ixrac potensialının artırılması əsas hədəflərimizdən biridir. Emal vasitəsilə əlavə dəyərin yaradılması, fermerlərin gəlirliyinin artırılması və son nəticəsi regionların sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, akvakultura və balıqçılıq sahələrinin inkişafına dair dövlət proqramının əsas hədəflərindən biridir. Seymur, aqrar sığorta sisteminin genişləndirilməsi fermerlərin risklərinin azaldılmasına necə təsir göstərir? Bildiyimiz kimi aqrar sığorta xidməti fəaliyyətə başladıqdan sonra bu sahədə kifayət qədər irəliləyişlərimiz var. Bildiyimiz kimi əvvəllər bu sahəyə biraz maraq az idi, amma son dövrlərdə aqrar sığorta fondu tərəfindən həyata keçirilən sığorta ödəmələri görən fermerlərimiz bu sahəyə maraqları kifayət qədər artmışdır və məhsulun sığortalanması və gələcəkdə isə sığorta sahələrinin artırılması dövlət proqramında əsas hədəflərdən biri kimi nəzərdə tutulmuşdur. Burada biz həm bitki çeşidlərinin artırılmasını gələcəkdə nəzərdə tuturuq, həm də sığorta mexanizmlərinə yeni dəstək mexanizmlərinin əlavə olunması bu sahənin genişləndirilməsinə kifayət qədər töhfə verəcəkdir. Seymur, arzaqlı buğda ilə özünü təmin etmə ilə bağlı hansı tədbirlər? Bildiyimiz kimi ölkə başçısı tərəfindən qeyd olunmuşdur ki, ölkə ərazisində ərzaqlı buğda təminatı təxminən 55% təşkil edir. Dövlət proqramı çərçivəsində məhsuldarlığın 50 sentnerə çatdırılması hesabına bunun 65-70% həcmlərinin artırılmasına əsas hədəf götürürük. Bildiyimiz kimi ölkə ərazisində ərzaqlı buğdanın təminatı ilə bağlı dövlət proqramı mövcuddur və eyni zamanda ixtisaslaşmanın həyata keçirilməsi 22 rayonda buğda üzrə ixtisaslaşmanın həyata keçirilməsi bu sahədə özünü təmin etmə səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaqdır. Seymur, aqrar məhsullarının ixrac potensialının artırılmasının hansı ölkələr, hansı regionlar? Demək olar ki, dövlət proqramında sertifikatlaşmanın təşviq olunması əsas hədəf kimi götürülmüşdür. Burada məqsəd Avropa və Körfəz ölkələrinə məhsul ixracının təmin olunmasına ibarət. İlk hədəfimiz əsasən Körfəz ölkələridir. Sonra isə Avropa və digər ölkələrdə ixrac potensialımız mövcuddur. Bildiyimiz kimi bazarların diversifikasiyası bizim üçün çox önəmlidir. Bu həm fermerlərin gəlirinin artmasına, həm də ölkə iqtisadiyyatına kifayət qədər töhfə verəcəkdir.